Hər vaxtınız xeyirli olsun. Bəli, bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi öz işini davam etdirəcək. Növbəti baxış iclasında Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə bir daha araşdırılır, tədqiq olunur sübutlarla, faktlarla. Təcavüzkar müharibənin aparılması fəsli üzrə təqsirləndirilən şəxslər dövlət ittihamçılarının, zərərçəkmişlərin vəkillərinin, özlərinin vəkillərinin və zərərçəkmişlərin suallarını cavablandırırlar. Təqsirləndirilən şəxslərin ifadələrində Ermənistanın apardığı təcavüzkar müharibə, o vaxtı yaradılmış qondarma rejim, həmin rejimdə təqsirləndirilən şəxslərin tutduqları vəzifələr, hansı döyüşlərdə iştirak etdikləri, bütün bunlar barədə məhkəmədə ifadə verirlər. Məsələn, dünənki məhkəmə prosesində təqsirləndirilən David İşxanyan öz ifadəsində Azərbaycana qarşı aparılan bu təcavüzkar müharibədə hansı döyüşlərdə iştirak etdiyini açıq şəkildə məhkəmə prosesində etiraf etdi. Bildirdi ki, o Ağdərə, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli rayonlarında aparılan döyüşlərdə birbaşa öz taboru ilə iştirak edir. Məhkəmə prosesi açıq keçirilir və məhkəmə prosesində zərərçəkmişlərin bir qismi iştirak edirlər. Çünki bu cinayət işi üzrə yarım milyondan çox zərər çəkən var. Prosesdə 30 il ərzində Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və çoxsaylı törədilmiş cinayətlər, qətillər, soyqırımlar, kütləvi deportasiya, bütün bunlar prosesdə araşdırılır və qeyd edək ki, bu cinayət işi üzrə çoxsaylı sənədlər var ki, həmin sənədlər də prosesdə tədqiq olunur. Biz mütəmadi olaraq proseslə bağlı məlumatlar veririk. Bugün də bizim xəbərlərin növbəti buraxılışında daha geniş məlumatlarımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.